2008-ci il təvəllüdlü Mişli rayon sakini Rəvan tanışı Ruslanı öldürməyə cəhd etməkdə ittiham olunub. Hadisə 2024-cü il yanvarın 8-də rayon icra hakimiyyətinin qarşısındakı Heydər Əliyev adına parkda baş verib. Mübahisə yanvarın 6-sında başlayıb. Rəvan iddia edir ki, Ruslan onu səbəbsiz yerə təhqir edib. Bundan sonra o ortaq tanışları vasitəsilə səsli mesaj göndərərək Ruslanı bıçaqlayacağını deyib. Ruslan da cavab olaraq ona nalayiq ifadələrlə mesajlar yazıb və görüş təyin olunub. Rəvan bildirib ki, görüşə gedərkən evdən bıçaq götürüb. Küçədə qarşılaşarkən əvvəl mübahisə ediblər, daha sonra dava düşüb. Onun sözlərinə görə Ruslan əvvəlcə onu vurub. O isə üzünü qorumaq üçün yerə düşən bıçağı götürərək zərbələr endirib. İstintaqa görə isə Rəvan qisas niyyəti ilə Ruslanı qəsdən izləyib və dava zamanı ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri vurub. Ruslan qaçmağa çalışsa da yıxıldıqdan sonra belə Rəvan hücumu davam etdirib. Hadisə yerində olan şəxslər müdaxilə etdikdən sonra Ruslan qaça bilib və xəstəxanaya çatdırılaraq xilas olunub. Məhkəmənin hökmü ilə Rəvan 5 il 7 ay 15 gün azadlıqdan məhrum edilib. Qeyd edək ki, adlar şərtidir.